Əziz dostlar, hörmətli izləyicilər, Saray qəsəbəsində asfalt yolun kənarında belə bir Kupçalı dövlət ipotekasına yararlı həyət evi çəkib göstərim. Qapısının ağzına kimi asfalt yolda evin 50-60 metrliyindən marşrut keçir. Bütün ictimai yaşayış obyektləri yaxın məsafədə, sarayın ana yoluna çox qısa bir məsafədə yerləşir. 100 metrlik bir məsafədə ana yol yerləşir və saray postuna da təxminən 1 kilometrlik məsafədədir ümumi bu evin deməli evdən posta qədər olan məsafə. Həyətyanı sahəni gördünüz, yerdən kürsü üzərindən inşa olunub, baxın. Belə bir deməli həyətyanı sahə var, 2 maşın, 3 maşın sərbəst daxil ola bilər. Qeyd etdiyim kimi qapısının ağzına kimi asfalt yoldur, qoşa daşla tikilib 40-40 fundament üzərində daxil oluruq və proyekti sizlərə izah edəcəm. Deməli sağda yerləşir. Baxın hörmətli dostlar, belə bir zal hissə, son tamamlanma işləri gedir dəyərli dostlar. Burada bir neçə ev var idi, onlar satılıb, qalan tək hissə budur. Bax belə bir bu hissələr artıq deməli divar kağızları işlənib, televiziya üçün belə bir sistem qoyulub, mətbəx mebeli də yığılıb dəyərli dostlar. Sonda sizə mətbəx mebelini göstərəcəm. Burada növbəti belə bir yataq otağı. Ümumi 3 yataqdan ibarətdir. Qeyd etdiyim kimi qoşa daşla tikilib 40-40 fundament üzərində asfalt küçənin kənarında, avtobus yolunun üzərində dəyərli dostlar. Qiyməti 80 min manatdır. Paket Kupçalı dövlət ipotekasına yararlı evdir. Alıcılara, real alıcılara qiymətdə indirim olunacaq. Burada mətbəx sahəsidir, görürsünüz. Tavana qədər mətbəx mebeli yığılıb, soyuducunun yeri ayrılıb, paltaryonun yeri ayrılıb. İstidilmə kombi aparatı vasitəsilə təchiz olunacaq. Kommunallar mövcuddur, mərkəzi kanalizasiya var. Hündür rütubətdən kənar yaxşı ərazi, dəyərli dostlar. Deməli, saray postuna sarayın mərkəzinə doğru hərəkət edəndə yolun sağ hissəsində də asfalt yolun üzərində. Yəni 522 nömrəli marşrut evin 50-60 metrliyindən keçir. Daha ətraflı məlumat üçün mənimlə əlaqə saxlayın, nömrəm 077 744 36 33. Satışlar biz uyğun evlərimiz var. Sağ olun, hələ.